bilirik ki, yəni təməl olaraq belə keçilir ki, some və some-a aid olanlar təsdiq cümləsində, anything, anyone, nə bilim bu tip şeylər, any və any-yə aid olan hər şey inkar və yaxud sual cümləsində olur. Düzdür? Düzdür Aysel? Bəli. Aha, indi biz baxırıq filmlərə baxanda görürük ki, amma məsəl üçün bax bu cümləyə baxıram. Kate will do anything for me. Bu cümlə inkar deyil, amma burada anything var. Bunun tərcüməsi anything sual və inkar cümləsində heç nə və yaxud nəsə kimi tərcümə olunur. Aydındır? Təsdiq cümlələrində anything hər şey kimi tərcümə olunur. Aydındır? Qarışdırmadıq. Burada deməli nə deməkdir? Kate will do anything for me. Yəni Kate mənim üçün hər şeyi eləyərdi. Deməli anything sual və inkar cümləsində necə tərcümə olundu? Heç nə və yaxud nəsə kimi. Təsdiq cümləsində hər şey kimi tərcümə olunur. Aydındır? İndi belə bir şey olacaq ki, bəs niyə burada everything olmayıb? Axı everything dediyi hər şey deməkdir, düzdür? Niyə everything olmadı burada? Məncə mən would olduğuna görə. Would-un heç bir əlaqəsi yoxdur. Would olmasaydı da bu cümlədə anything olardı. Burada will da olsaydı da belə olacaqdı. Ona görədir ki, everything demək hər şey deməkdir. Okay, amma bir siyahı var, bir limiti var. Amma əgər bir insan sizin üçün hər şey eləyirsə və heç bir limit yoxdursa orada, o zaman anything olur. Aydındır? Yəni everything demək, məsələn, mənim üçün hər şey eləyər. Tutaq ki, orada və o nəzərində artıq bir şey tutur. Tutaq ki, kitab oxuyur, paltar alır, yemək alır, məsəl üçün də. Amma artıq anything o demək ki, ağla gələn və gəlməyən. Yəni o insanın mənim üçün eləyə bilməyəcəyi heç nə yoxdur. Yəni hər şey eləyirsə, heç bir limit yoxdursa orada, hər şey sözü everything olur. Aydındır? Qeydimizi aparaq. Çox qəşəng bir şeydir əslində. Everything və anything'in fərqini bilə təsdiq cümləsində. Demək ki, everything hər şey deməkdir, amma bir limit var. Bir siyahı nəzərdə tutub o insan. Amma everything demək limitsiz deməkdir. Yəni ağla gələn və gəlməyən. Okay?